Oo, ne kadar da. Pis dişləyirsin. O pis köynəyi dartma. Sən oran dişləmə, hə? Orada yoxdur, orada dənizad yoxdur, oran dişləmə. Hə, bir. Sən buradan cızıldırsan, bu buradan belə olmaz. İçinizdən biriniz mənim köməkçim olacaq. Bugün ördəklərə baxmağa gedirik. Ördəklərə. Gəlin sizi ördək fermasına aparım. Bugün ördək burada əvvəlcə ayaqqabımızı dəyişir. Bu şeydir bu. Ha, okey. Əvvəlcə burada ayaqqabımızı dəyişirik. Bu arada bura Vietnamın Phong Nha deyilən bir bölgəsidir. Yəni o bölgədəyik. Biraz ətraflı məlumat. Ha, thank you. Aa, bu kabloka oxşayır o. Okay. Bu kabloka oxşayır ya. Kabloka oxşayır o. Gəl, getdik. Ah, I can go from here. Yeah, come inside. Aa, siz bu şirinlere bakın. Siz bu şirinlere bakın. Siz bu şirinlere bakın. Siz bu şirinlere bakın. Bu şirinlere bakın. Aa. Aa. Çok şirinli. Ver. En sevdiğim şey diyordu. Çok şirindiler, çok. Elimi dişləməyin uşaqlar, elimi dişləməyin. Sən yeşəsən, sən çox yeməli, sən get. Ay, siz o çox yeşəsiz, siz o şey eləməyin, bunlar yesinlər. Sən dişləyim səni. Belə. Onlara bax, gözü toxdular, o uşaqların orada gözü toxdu, bunlar acdılar, ac yalavac. Bunlar xırdalarıydı. Bir de böylelerinin yanında. Hello. Hi. Hello. Bilmem ben çok şirindi. Gittik. Aha, burada böyükleri var. Aa, bu ördekler. Burada böyükleridir. Oo, ne kadar da. Oyda. Ne kadar ördek var burada. Oyda. Çok de kardeş bunlar. Dəhşət çok ördek var burada. Dəhşət çok ördek var burada. Dəhşət. O, siz pis eləyirsiniz. Siz pis eləyirsiniz. Ayda siz pis eləyirsiniz. Siz pis dişləyirsiniz. Siz pis dişləyirsiniz. Ha, yox. Pis dişləyirsin. O pis köynəyi dartma. Köynəyi dartma. Dartma köynəyi. Sen nəsə bir rəngi fərqlisən, sən buradan səsən. Sən bura aşağı dölsən. Sən bura aşağı... Bu bura aşağı deyil axı bu heç. Sən gəl. Sen heç buradan... Oy be, altdaki sən pis yerə vurursan. Sən pis yerə... Ora vurma, ora ilə... Sen oran dişleme, ha? Orada yoktu, orada dənizad yoktu, oran dişleme. Mənim sözüm kimlərə keçməzsə ördəklərə yaxşı keçir. Ha, uşaqlar, yığılın bura. 1, 2, 3. Sökün, oturun. Mən deyəndə qalxarsınız. Uşaqlar,
Uşaqlar, mənə qulaq asın. Mənə qulaq asın uşaqlar. Mənə qulaq asın. Çökün hamınız. Uşaqlar, mənə baxın uşaqlar. Mən sizi azadlığa çıxardacağam, mən. Uşaqlar, mənə baxın. Uşaqlar, çökün hamınız. Dayanın. Belə olmayacaq, dayanın. Uşaqlar, çökün. Ha. Uşaqlar, diqqətiniz məndə olsun, fikriniz. Ha. Uşaqlar. Çökün. Gəlin dalımca, gəlin. Dalımca gəlin. Yəni sözüm kimlərə keçməsə, ördəklərə yaxşı keçir. Ördəklərlə mən kanka, ördəklər brat, ördəklər. Uşaqlar, bir-birimizə hörmətlə yanaşaq. Mən sizə qulaq asıram, siz mənə qulaq asmırsınız. Uşaqlar, siz çoxsuz, mən təkəm bu. Hə, bir. Sən buradan cızıldırsan, bu buradan belə olmaz. Uşaqlar, çökün. Uşaqlar, çökün. Ama maraqlı təcrübədir, həqiqətən maraqlı təcrübədir. Yəni. Uşaqlar mənə qulaq asın. Siz çoxsuz, mən təkəm. Mənə qulaq asın uşaqlar. Siz çoxsuz, mən təkəm. Bəli. Yox, elə şey yoxdur. Mən hamınıza qulaq asıram bir. Uşaqlar belə olmayacaq. Çökün. Mən hamınıza bir qulaq asıram. Xahiş edirəm, siz də mənə qulaq asın. Mən sizə xoş günlər vəd edirəm uşaqlar. Belə siz çox səs-küy eləyirsiniz. Çökün. Hamınız. Yox, elə. Sən çox baş aparırsan. Mən danışarıq, sonra danışarıq. Sən fitnə yaradırsan burada. Uşaqlar, çökün. İçinizdən biriniz mənim köməkçim olacaq. Bunu mən... Yox. Elə şey olmaz. Yox. İçinizdən biriniz mənim köməkçim olacaq. Uşaqlar, çökün. Belə, sakitliyə riayət eləyin. Əlbəttə. Sən düz deyirsən. Danışarıq, o barədə danışacaq. Uşaqlar, çökün. Uşaqlar, sağ olun. Gələcəm yanımıza. Tez gəlib görüşəcəm sizinlə. Səslərinizi mənə verin. Siz gəlmədiniz heç. Orada yığıncaq eləyirdi, heç siz yox idiniz. Neyse, danışarıq sonra. Davam edeyik. Burada donuzlar var. Şirin donuzlar. Ye. Ne oldu, niye aksırsan? Nerede problemin? Ye. Sen niye aksırsan? Bunun oturuşuna bak hele. Bədbax oğlu bədbax. Buradan içir, buradan bırakır. Suyu oradan içir, oradan bırakır. Çox yükədir bu donuzları. Neyse, devam. İstiyor. Bir sen nedir? İstiyor. Sadik. Yeah, I know. Sadik. Yes. Sadik. Dik, yes. Sadik. And you? How about you? My name is Sang. Sang. H-A-N-G. S-A-N-G. Sang. Yeah. Okay. Sang. It means your son. Huh? It means your son. Means son. Yeah. Sadik means loyal person. Ah. Yeah, Sadik means loyal person.
friend, loyal person. Arabic name. Ama bu ayakkabı öldürür de mən gülməkdən də bu kabluklarda. Öldürür mən gülməkdən. Ay, gəl görək, gəl. Evə qonaq gəlib, gəl görək. Buffalo, her name is Mary. Mary. Yeah. Oh. She has cool name. Friendly. You can put pet food. Mary burada gəlib üstünə minib zad edirlər, amma mən təbii ki Mary səni minməyəcəm. Çünki bu mənə yad bir şeydir Mary. Do you want riding buffalo? No. It's Why not no? because I don't like to ride any animal. Okay. But she's so sweet. So sweet. Mary, mən getdim ay Mary. Davay, özünə müğayət ol. Haydi. Haydi Mary, özünə müğayət ol. Sağ ol. Camış sanki camış Mary. Camış sanki camış. Haydi. Tamam. Bura bu arada Vietnamın Phong Nha adlı bir ərazisidir. Bura mağaraları ilə məşhurdur. Çox belə. Dünyanın ən böyük mağarası buradadır, yəni elə düşün. Yəni dünyanın ən böyük mağarası buradadır. Amma təbii ki o mağaraları bu video qatmıram. Bu video başqadır, o mağaralar videosu başqadır. O mağaraları ayrıca çəkəcəm mən. Bu rice paperlar var ha. Bunları əsasən Vietnam müharibəsi. Bu düyüdən hazırlanır. Bu kağız var ha. Bu düyüdən hazırlanır. Düyünü elə bil ki suyunu çıxardırlar. Düyünün suyunu çıxardırlar tamamilə. Və başlayırlar onu süzməyə. Süzürlər, çox nazik formada süzülür və kağız formasında o qədər olur. Necə olur deyim, bu düyünün içərisinə nə istəyirsə qoyursan, belə, nə istəyirsə qoyursan bu düyünün içərisinə. Dedim ki, bu kağız yeyilə bilən kağızdır. Düyüdən düzəldiblər də. Düyüdən düzəltdikləri üçün yeyilə bilir bu kağız. Onun üçün də götürürsən. Yeyirsən. Dedim ki, bu düyüdən olduğu üçün bu yeyilə bilinir. İşte yola devam eləyək. Bye. Nice to meet you. Bye. Nice to meet you. Nice to meet you. It's okay? Thank you so much. Thank you. Getdik. Haydi, bu uşaqlar çox yaxşıydılar. Çox şirin uşaqlar idilər. Haydi. Bir dənə motorcu oturmuşam. Allah kəssin bunu, özüm ölüm. Motorun spidometri işləmir. Motorun it's okay. Don't worry. Motorun spidometri işləmir. Motorun işığı yanır. Nə bilim, belə mənaz şeylər edir motor. Motorla gedəndə yolsuz bu gözəlliklərə var bir dənə. Bir dənə bu gözəlliklərə bax. Həqiqətən çox qəşəngdir ha. Mənzərənin bir dənə gözəlliyinə bax. Çox qəşəng, çox. Bu motoru yanıb edəyəsən. Motoru bunun çökür. Özünü öldürür ki, motor sizlərə ömür. Amma bu mənzərə çox qəşəngdir. Çox qəşəngdir. Görürsünüz buranın adını. Phong Nha Kebank. Yəni buradakı bu mağaralara getmək üçün gəlib qalınası əsas yer buraya hesab olunur da. O mağaralara mən sabah gedəcəm. Onun videosu artıq bu videoda olmayacaq, növbəti videoda olacaq. Belə bir kiçik, maraqlı bir qəsəbə. Bu. Bir başından o bir başına, belə deyim, piyada yarım saatlıq yoldur. Vietnamda varılar düyü yığma sezonu deyə. Bu motor da özünü öldür deyə, bəs də bax uşağı bax. Vietnamda varılar düyü yığma sezonu deyə. Hər yerdə bax fikir verin, görürsünüz bax bunlardan, bu düyülərdən var. Hər yer göy bax bu cür düyüdür. Bu sarı formada olur, amma bunun içərisindən təbii ki şey çıxır da. Görürsünüz? Hər tərəf yer göy düyüdür.
Hər yerdə bax fikir verirsiniz, da küçədə, bacada, orada, burada, yəni hər yerdə bu düyüləri yığıb, daha doğrusu küçələrə belə sərib qurudurlar. Tarlaları da yandırırlar ki, yeni əkin mövsümünə hazır olsun. Əkin mövsümünə hazır olsun. Burada bir yenə böyük bir kilsə tikirlər. Çox böyük bir kilsə tikirlər burada. Yoxsa bunu sökürlər ha, yox. Tikilənə oxşamır, sökülənə oxşamır. Yox, tikilir, yox, tikilir. Burada dağıntılar zor gördüm, elə bilmə sökürlər. Bax, yol üstü bütün kafelər bu formadadır. Bax, bütün kafelər hamısı bu formada. Düz çayın kənarında. Hətta mənim burada sevdiyim bir kafe var. Çayın ortasındadır. Sadəcə indi bağlı axşamlar açırlar. Düz çayın ortasındadır. Elə balığı falan elə oradan şey eləyir. Özünün belə bir kletkası var. Balıqlar falan onun içindədir. Yəni bu çayda çimmək də olur. Belə maraqlı bir yerdir. Çayın dediyim kimi bütün ətrafı boyunca formada kafe restoranlardır. Hello. Heç nə, elə videonu burada yekunlaşdıraq. Çox da uzatmayaq videonu. Belə qısa bir video olsun. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videoda görüşmək ümidi ilə. Sağ olun.